Əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün Asiyanın fiziki xəritəsini öyrənəcəyik. Asiyanın əsas relyef formasını tanış olacağıq. Asiya qitəsi ən ucqar nöqtələrlə gəlin tanış olaq. Ən ucqar şimalda Çelüskin burnudur, Taymır yarımadasında, Rusiyanın ərazisindədir. Ən ucqar şərq nöqtəsi Dejnev burnu, yenə Çukot yarımadası və Rusiyanın ərazisinə düşür. Ən ucqar cənub nöqtəsi Pi burnudur. Malayziya ərazisidir, Malakkanın daxilindədir və ən ucqar qərb nöqtəsi isə yerləşir Türkiyənin ərazisində Kiçik Asiya yarımadasında Baba burnu. Bax, burada yerləşəcək. Asiya ərazisi bir neçə regiona bölünür. Şimali, şərqi, cənub-şərqi, cənubi, cənub-qərbi və mərkəzi Asiya. Gəlin müxtəlif regionlar üzrə ardıcıl şəkildə hansı relyef formaları olduğunu görək. Asiyanın şimalı əsasən ovalıqlardan və yaylalardan ibarətdir. Burada Qərbi Sibir ovalığını görürük və Orta Sibir yaylasını. Platforma ərazisidir, yəni qədim ərazidir. Qərbi Sibir ovalığı platforma örtüyünə uyğun gəlir, çünki çökmə süxurlarla örtülüb. Orta Sibir yaylası isə platformada örtüyün yulub getdiyi və kristallik bünövrənin yer səthinə çıxdığı qalxana müvafiq olacaq. Eyni zamanda şimalda Verxoyanski və Çerski dağ silsilələri var ki, bunlar mezozoy mənşəlidir, cavan dağlardır. Hündürlükləri 2500 metrdən yuxarıdır. Şərq hissə Asiyanın şərqi Sakit Okean və Avrasiya litosfer havalarının toqquşma zonasına müvafiq gəlir. Burada belə deyək, adalar qövsü formalaşır. Saxalin adasını bura deyə bilərik. Eyni zamanda Yapon adaları burada yerləşəcək. Yapon adaları aktiv ərazidədir. Burada Fudziyama, Azo, Sakurajima kimi vulkanlar mövcuddur. Tez-tez burada zəlzələ və tsunami hadisələri baş verir. 2011-ci ildə Yaponiya sahillərində baş verən güclü zəlzələ tsunami hadisəsini yaratmış və Fukushima bölgəsində atom elektrik stansiyasında güclü qəza baş vermişdir və bu hal-hazırda dünyanın radioaktiv çirklənməsinə görə birinci yerdə dayanan ərazisidir. Eyni zamanda Şərqi Asiya regionuna Böyük Çin düzənliyini misal çəkmək olar. Alüvyal mənşəli düzənlikdir, ovalıqdır. Xuanxə və Yansızı çaylarının keçdiyi ərazidə formalaşır. Buradan üzü şimala doğru qalxdıqca biz Böyük Xinqan və Kiçik Xinqan qədim dağlarını görə bilərik. Sahil zonasında isə Rusiyanın ərazisində burada Sixote-Alin dağları yerləşir ki, onlar da mezozoy mənşəli cavan dağlar sisteminə daxildir. Cənub-Şərqi Asiya regionu haqqında danışanda Hind-Çin yarımadasını biz misal çəkəcəyik və ərazi yarımada və adalardan ibarətdir. Hind-Çin yarımadasında meridional istiqamətdə cavan dağlıq sistem uzanır və Mekong çayı boyunca Mekong ovalığı yerləşir. Eyni zamanda bu ərazidə Zond adaları müvafiq gəlir. Bura Sumatra, Yava adaları, Kalimantan adası, Malakka yarımadası eyni zamanda daxildir. Ərazi seysmik cəhətdən aktivdir. Burada Sumatra adasında Kerinci vulkanı, Sumatra-Yava adaları arasında Krakatau vulkanı və Yava adasında Semera vulkanı var. Daha sonra Filipin adalarını da bu zonaya müvafiq götürəcəyik. Burada məşhur olan vulkanlardan biri Pinatubo vulkanı və Apo vulkanıdır. Asiyanın cənubu əhatə edir Hindistan yarımadasını. Hindistan yarımadası zamanında Hondvananın bir tərkib hissəsi olmuşdur və Hindistanın yaxınlığında Şri-Lanka adası yerləşir. Yəni burada demək olar ki, ada və yarımadalardan ibarətdir. Hindistan yarımadasının əsasında Dekan yaylası yerləşir, qədim ərazidir və eyni zamanda Hindistanın qərbi və şərqində qədim dağlar var, müvafiq olaraq qərbi Qat və şərqi Qat dağları. Şimal hissəsində isə biz Hind və Qanq çaylarının axdığı və əmələ gətirdiyi alüvyal mənşəli Hind-Qanq ovalığına rast gələcəyik. Daha sonra gəlir Cənub-Qərbi Asiya. Cənub-Qərbi Asiya özündə əhatə edəcək Kiçik Asiya yarımadasını, Ərəbistan yarımadasını və İran yaylası olan ərazini. Kiçik Asiya yarımadasında Türkiyə yerləşir, şimalında Pont, cənubunda Tavr dağlarıdır, mərkəzində isə ən hündür zirvəsi 5165 metr Ağrı dağı yerləşir və Anadolu yaylasının ən hündür zirvəsi isə Ərciyəs zirvəsidir. Ərəbistan yarımadası əsasən səhralarla örtülüdür. Burada külək eroziyası baş verir, yəni eol prosesləri və tez-tez toz burulğanları müşahidə olunur ki, biz buna deflyasiya adlandırırıq və küləyin yaradıcı qüvvəsi burada düyün və barxanları əmələ gətirir.
İran yaylasına gəlirik. İran və İraq arasında burada Zagrus dağları yerləşmişdir. Daha sonra burada İran yaylasının ən hündür zirvəsi Demavend vulkanı, Asiyanın ən hündür vulkanıdır. 5604 metr hündürlüyə malikdir. Daha sonra isə buradan Cənub-Qərbi Asiyada deməli Xəzər dənizinin cənubunda İranın şimalı və ya belə deyək də Cənubi Azərbaycan adlandırdığımız ərazidə Elbrus dağları yerləşir. Elbrusla Elbursu qarışdırmırıq. Elbrus zirvədir, Qafqaz dağlarının zirvəsidir. Elbrus dağları isə Xəzərin cənubunda, yəni İranın şimalı, Cənubi Azərbaycanda yerləşir. Daha sonra gəlirik Mərkəzi Asiyaya. Mərkəzi Asiya başlayır bizdə Pamir dağları ilə. Burada ən hündür zirvələr İsmail Somoni piki 7495 metr çox məşhur zirvədir və eyni zamanda burada Konqur zirvəsi də yerləşir. Himalay dağları buradadır. Himalay dağlarının ən hündür zirvəsi 8848 metr. Eyni zamanda Asiyanın və eyni zamanda dünyanın ən hündür zirvəsidir. Jomolungma və ya Everest adlandırırıq. İki adı və üçüncü adı da yerli xalqların adlandırdığı Sagarmatha zirvəsidir. Daha sonra dünyanın ən hündür dağlıq yaylası Tibet yaylası buradadır. Himalay dağları daxilindəki Hindukuş silsiləsində dünyanın ikinci ən hündür zirvəsi yerləşir. Bu zirvənin adı Çogori və ya K2 zirvəsidir. 8611 metr. Daha sonra üzü şimala doğru Mezozoy mənşəli Kunlun dağları gəlir. Həm Himalay, həm Kunlun dağları Himalay dağları Alp, Kunlun dağları isə Mezozoy qırşıqlığında formalaşmaqla cavan qırışıq dağlar sisteminə daxildirlər. Daha sonra isə şimala doğru istiqamətimizi alırıq. Yəni Mərkəzi Asiyada Tian-Şan dağlarını qarşımıza çıxır. Tian-Şan dağlarında ən hündür zirvə Qələbə piki və ya Kommunizm piki də adlandırırdılar zamanında 7439 metrə bərabərdir. Kunlun və Tian-Şan dağları arasında Mərkəzi Asiyada çökəkliklər də var ki, buna Turfan çökəkliyini misal çəkmək olar, -155 metr. Tian-Şan dağlarında şimala doğru Altay dağlarına rast gəlirik. Ən hündür zirvəsi Beluxa 4506 metr və burada Sayan dağlarını görürük. Eyni zamanda Asiyanın ən alçaq nöqtəsi olaraq Ölü dənizin səviyyəsini, yəni Qxor çökəkliyini götürürük. -405 metr. Müxtəlif mənbələrdə müxtəlif cür verilir. Biz -405 götürək. İsrail və İordaniyanın sərhədində yerləşəcək. Bu qədər.